İqbal Ağazadə. Çox sağ olun, hörmətli sədalət, hörmətli millət vəkilləri. Təklif olunan variantların böyük əksəriyyəti ilə mən də razıyam və hesab edirəm ki, Cəmil müəllim də dedi, mən o dövrdə də qeyd etmişdim ki, yəni biz biraz məktəbli oxşadırlar, elə dərs başlayır, biz də başlayırıq, dərs tutarıq, biz də qutarırıq. Yəni belə olmazdı. Amma bir sıra əlavə, madam ki biz daxili nizamnaməyə dəyişdiyirik, bir sıra əlavələrin olunmasını təklif edirəm. İlk növbədə Milli Məclisin sədrinin səlahiyyətlərində Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbə əsasında Milli Məclisin növbədən kənar sesiyası çağırılır. Bu 42 deputatın tələbə əsasında yox, mən təklif edərdim 1/3-nin. 42 faktik elə 1/1-dir. Amma bugün tutaq ki 10 dairədə seçki keçirilməyib. Və biz 1/3 səlahiyyəti ona görə verməliyik ki, mövcud deputatların sayının 1/1 qədər olsun. Yəni, rəqəm kimi 42 yox, deputatların 1/1-nin sayı qədər. Bu daha ədalətlidir və daha düzgündür. Çünki 125 deputatın 1/1-i 42 eləyir, 50 plus 1 ilə təbii ki, bir nəfər 126 ilə olanda. Amma tutaq ki, 115 deputatın 42-si artıq 1/1 kvotanı aşır. Niyə belə olmalıdır? Niyə 10 deputat seçilməyibsə, bugün də niyə o artıq olmalıdır? Bu daha az olmalıydı. Yəni, ən azı 39 deputatın. Ona görə 1/1-ni təklif edirəm, bu 1/1 ilə olsun. Bundan başqa, demək, Milli Məclisin daxili nizamnaməsinin 22-ci maddəsində deputat toxunulmazlığına xitam verilməsi qaydası haqqında bir bənd var. Orada qeyd olunur ki, Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması məsələsi müzakirə edilə bilməz. Deputatın təqsirli olub-olmaması məsələsi müzakirə olunmursa, millət vəkilləri hansı əsasla baş prokurorun təqdimatına münasibət bildirməlidir? Necə bildirməlidir? Onun təqsirinin, bu cinayətin olub-olmaması haqqında bu kollektiv yanaşma, totalitar yanaşma ola bilməz ki, çoxluqsan, hə, təqdimat veribsə, buyurun yanaşın. Bu müzakirə olunmalıdır. Yox, əgər müzakirə olunmursa, onun təqsirli olub-olmaması burada. Deputatlar buna münasibət bildirmirsə, onda baş prokurora verilsin, o deputat toxunulmazlığı ləğv olunsun. Çünki əgər deputat haqqında bir cinayət işinə bir prokuror bir təqdimat verdisə, bu siyasi qərar deyil, bu hüquqi bir qərardır. Və deputatlar da buna münasibətin bildirməlidir ki, bəlkə bu prokuror yazıb, baş prokuror yazıb deyə bunu, deputatlar bunu müzakirə edib, onun cinayətdə iştirak edib etməmədiyini aydınlaşdırmır. Hansı əsasla, hansı meyarla yanaşırlar? Bu meyar düzgün meyar deyil ki, müzakirə olunmamalıdır cinayətdə təqsirli olub-olmaması, amma münasibət bildirməlidir. Nəyin əsasında, necə müəyyən olunmur? Onda sual ortaya çıxır ki, həmin deputata şəxsi münasibətinə görə mi bildirirlər münasibət, toxunulmazlıq ləğv olunsun ya yox? Bu aydınlaşdırılmalıdır. Bundan başqa, demək, Milli Məclisin deputat fraksiyası haqqında. 43-cü maddədə Milli Məclisin azı 25 deputatı könüllü birləşərək deputat fraksiyaları yarada bilər. Bilirsiniz ki, bu daxili nizamnamə qəbul olunarkən proporsional sistem var idi və proporsional sistemdə 100 majoritar qaydada, 25 isə proporsional qaydada seçilirdi və mənim düşüncəmə görə hüquqi və məntiqi cəhətdən bunu proporsional seçki sistemində 25 nəfərin seçilməyini əsas götürərək fraksiyanı 25 nəfərdən ibarət etmişdilər. Ki, əgər proporsional qaydada hər hansı bir partiya qudarsa proporsional seçki sistemində 25 nəfərlik fraksiya yarada bilər proporsional seçkinin əsasında. Təbii ki, mən bunu da ədalətli hesab etmirdim. Keçən sesiyalarda da, keçən çağırışda da mən bu məsələyə qaldırmışdım məsələni. Hörmətli Ziyafət müəllim bir neçə dəfə bu məsələlərlə münasibət bildirəndə ayrı-ayrı ölkələrin parlamentlərindən misallar gətirmişdi və o zaman da Ziyafət müəllimdən bir polemikamız olmuş ki, bu məsələ sizin dediyiniz kimi sayla ölçülməməlidir, bu faizlə ölçülməlidir. Məsələn, ən yuxarı hədd 8%-dir. Hətta faizi keçməyən, 8% keçməyən, məsələn, analoji Türkiyənin misal gətirəm. Türkiyədə ana vətən qrupunun 22 deputatı var. Və onlar parlament seçkilərində barajı aşmamışdılar, səs qazanmamışdılar, bilirsiniz ki, iki partiya aşmışdı. AK Parti və Cumhuriyyət Xalq Partiyası.
Sonradan transferlər oldu. 22 nəfərlik bir qrup yaratdılar və artıq onlar qrup kimi rəsmi surətdə qeydiyyatdan keçdilər. İndi bu kvotanı biz 25 deputatdan heç olmasa faizə görə endirməliyik aşağı. Bu 20% edir. Deputatların 20%. Ukraynada bu günlərdə seçki keçirildi. 22, 25, 26% hökumət ortağıdır cəmaat. Partiyalar, xarici parlamentlərdə, dünya praktikasında çox görünür. 20-25% hökumət ortağıdır və yaxud da müstəqil şəkildə hökumət qururlar. 20%lik bir baraj müəyyən edib, orada fraksiya yaratmaq mümkündür. Buna görə də xahiş edirəm, bu məsələni biz 10%lik endirək, 10 nəfərlik heç olmasa qrup yaradıla bilsin. Bu məsələyə də Milli Məclis baxmalıdır. Yəni bu şəkildə 25 nəfərlə bir fraksiya yaratmağın məhdudlaşdırmaq olmaz. Digər bir məsələ. Tutaq ki, biz ayrı-ayrı partiyaları təmsil edirik parlamentdə, amma fraksiyada birləşə bilmirik. Və fraksiyada birləşə bilmiriksə, təbii ki, gündəliyə də məsələlər çıxarda bilmirik. Düzdür, bizim qanunvericilik təşəbbüsümüzdə gündəliyə məsələ təklif etmək imkanlarımız da var, amma sonunda çoxluq əldə edir. Amma fraksiyanın bu cür imkanları var. Amma elə məsələlər var ki, orada bütövlükdə bir partiyanın mövqeyi, bir qrupun mövqeyi qoyulur. Orada xüsusən büdcə məsələləri müzakirə olunanda deputatlara, partiyaları təmsil edən deputatlara ən azı heç olmasa əlavə vaxt verilməlidir ki, bunlar fikirləri çatdıra bilsinlər. Yəni, ümumi qaydada Yeni Azərbaycan Partiyası, tutaq ki, Yeni Azərbaycan Partiyası adından kimsə bir deputat kimi, bir partiya kimi çıxış edirsə, ona da o şərait yaradılsın, müxalifət partiyalarına da şərait yaradılsın ki, onlar da fikirlərini tam şəkildə deyə bilsinlər. Çox sağ olun.